Verbinaların çox çiçəşməsi üçün azot, fosfor, kalium gübrələrinə ehtiyacı var. Bunun üçün hansı vitaminlərdən istifadə etmək lazımdır, onları deyəcəm. Bugün sizə verbinanın haqqında məlumat verəcəm. Əsas bəzək işlərində istifadə olunan bu verbina ağacı boyu təxminən 20 santimdən 1 metrəyə qədər olur. Verbinalar bağlarda, bağçalarda, gözəl məkanlarda gözəllik üçün istifadə olunan güllərdəndir. Verbinalar tipdə necə istifadə olunur? Deməli, bunun çiçəkləri dəmlənib içilir, sinir sistemini sakitləşdirici və baş ağrılarının sakitləşdirici təsirinə malikdir. Baş ağrılarında, revmatizmada və əzələ ağrılarında da istifadə olunur. Həzm sistemini yaxşılaşdırır, bağırsaq iltihaplarında da istifadə olunur. İmmuniteti artırır. Çox güclü immunitet artırıcı bitkidir. Buna görə də qrip olanda da siz bunlardan istifadə edə bilərsiniz. Verbinaları əsas günəşli yerlərdə əkmək lazımdır. Gün düşməlidir. Bol-bol günəşli yerlərdə olmalıdır. Sulanması çox tez-tez sulama olmaz. Çünki kök sistemini çürüdə bilər. Ancaq dibləri quruyandan sulama olar. Sulasanız yaxşı olar. Verbinaların çox çiçəşməsi üçün azot, fosfor, kalium gübrələrinə ehtiyacı var. Bunun üçün hansı vitaminlərdən istifadə etmək lazımdır, onları deyəcəm. Başlanğıcda verbinalar əkəndə çiçəkləmə dövrünü artıq başladığını gördüyünüzdə 10-10-10 və ya 15-15-15 gübrələrindən istifadə edə bilərsiniz. Ancaq sonda bunları dəyişmək lazımdır. Çünki daim bunlardan istifadə etmək olmaz. Növbəti aşamalarda 10-30-20 və ya 15-10-10 gübrələrindən istifadə etmək lazımdır. Siz bu gübrələri başqa formada da ala bilərsiniz. Peyin, çürümüş peyindən istifadə edə bilərsiniz. Taxtanın külündən istifadə edə bilərsiniz. Bir də balığın sümüyündən istifadə edə bilərsiniz. Deməli, çürümüş peyin həm nəmliyi özündə yaxşı saxlayır, həm də torpağın qida dəyərini artırır. Taxta külü kalium mənbəyidir və balığın sümüyünü qurudub un şəklinə salıb istifadə edə bilərsiniz və bu da fosfor tərkiblidir. Bu qaydada siz çiçəklərinizi bol-bol çiyaşdıra bilərsiniz. Bu qədər dostlar. Videolarımızı əgər bəyənmiş olsanız like qoymağı unutmayın, paylaşın, bilməyənlər də öyrənsin. Çox sağ olun.